Qərbi Azərbaycandan indiki Ermənistan Respublikasının inzibati ərazisindən Azərbaycanlıların ilk deportasiyasına 210 il, son deportasiyasından 23 il keçir. Bugün Azərbaycan Deportasiya Qurbanları Cəmiyyəti Media Mərkəzində keçirdiyi xatirə toplantısında deportasiya zamanı qətlə yetirmiş yüz minlərlə insanın xatirəsi yad edilib. Deportasiya Qurbanları Cəmiyyəti 5 dekabrın Deportasiya Qurbanları günü elan edilməsi, deportasiya qurbanlarına abidə ucaldılmasına bağlı hökumətə müraciət qəbul edib. Son 500 ildə milyonlarla Azərbaycanlı tarixi torpaqlardan qovulub. Bu insanlar yalnız indiki Ermənistan ərazisindən deyil, indiki İran, Rusiya, Gürcistan ərazilərinə deportasiya olunub. Deportasiyanın acısını yaşamış Azərbaycanlılar dünyanın çoxsaylı ölkələrinə səfərləniblər. Deportasiya qurbanlarının ata-babalarının xatirəsini anmaq məqsədilə toplaşmaq üçün bir yeri, gül qoymaq üçün abidəsi yoxdur, deyə tədqiqatçı alim Əziz Ələkbərli qeyd edib. Cəmiyyətin üzvləri hesab edir ki, Ermənistandan deportasiya olmuş Azərbaycanlılar Ermənistan-Azərbaycan münaqişəsinə bağlı aparılan danışıqlarda iştirak etməlidir. Bir cümləni dəyişmək yox. Biz danışıqlar prosesinə yeni, böyük bir və aktual bir problemi salmaq istəyirik. Onun üçün də bu o qədər də bir asad məsələ deyil və biz buna nail olmaq üçün çox davamlı işləməliyik, çox gərgin işləməliyik. İndiki Ermənistan adlandırılan ərazi biz Azərbaycanlıların əbədi torpaqlarıdır. Dünyada yaşayan bütün Azərbaycanlıların bir vətəni var, Azərbaycan. Bütün Azərbaycanlıların bir nömrəli problemi isə Dağlıq Qarabağın azad edilməsidir. Bundan sonra Azərbaycanlılar indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarına qayıtmalıdır, deyə İdarə Heyətin üzvü Nurəddin Mustafayev bildirib. Toplantıda cəmiyyətin formalaşma prosesi ilə bağlı məlumat verilib. Artıq Azərbaycanın bir sıra rayonlarında yerli təşkilatlarının və xarici ölkələrdə nümayəndəliklərinin yaradıldığı diqqətə çatdırılıb. Keçmiş İrəvan xanlığının ərazisində indi Ermənistan adlı dövlət yaradılıb. Biz öz dövlətimizin ərazisinə qayıtmalıyıq, deyə Professor İbrahim Vəliyev qeyd edib. Çıxışlarda indiki Ermənistan ərazisindən Azərbaycanlıları köçməyə məcbur edənlər və deportasiya zamanı insanları qətlə yetirənlərlə bağlı cinayət işinin davam etdirilməsinin gərəkliliyi vurğulanıb. Vaxtilə SSR Daxili İşlər Nazirliyində qaldırılmış cinayət işinin tələb edilməsi və Qərbi Azərbaycanın ensiklopediyasının hazırlanması təklif olunub.